yadda qalan belə döyüş anı, yəni düşmənin ağlına gətirmədiyi, onların özlərinə öyündüyü ki, bizim Ohanyan səhvimiz yarılmaz bir səhvdir, düşmən bunun səhvi keçə bilməz, bizə qarşı hər hansı bir hücum zamanı bu səhv yarıla bilməz. Lakin bizim ordumuz həmin səhvi 1 saat 20 dəqiqə ərzində artıq 27-ci günü səhər-səhərdən 1 saat 20 dəqiqə ərzində həmin səhv hücumlar ərzində yarıldı və artıq döyüşün başlanmalarından 2 saat yarım keçmişdir. Bizim ordumuz 15 kilometre düşmənin dərinliyinə getmişdi. Və hər dərinliyə getdikcə, hər strateji mövqe ələ keçirdikcə arxaya komandanlığa məruzə olunurdu. Və hər məruzədə olanda ki, biz filan istiqaməti, düşmənin filan postunu aldıq, bu məlumatları eşidəndə və özümüz də, mən tibb işçisi olaraq sanitar avtomobilinə döyüş ərazisində birbaşa girirdim, yaralılarımızla təmasda olurdum, döyüşçülərimizlə və həmin anları görmək, yəni Ohanyan səhvinin yarılmağının ilk xəbəri görmək, oranı keçmək mənim üçün çox yadda qalan idi, çox belə qürur verici idi. Ordumuzu qürur verici bir anıdır.